1963-cü ilin bu 1 senti bir neçə gün əvvəl $3000 baha qiymətə satılıb. Normalda 1963-cü ilin 1 senti elə 1 sent dəyərində olmalıdır. Bunlardan ABŞ sərxanası tərəfindən 100 milyonlarla buraxılıb. Bəs bunu belə nadir və bahalı edən nədir? Onu arxa hissəyə çevirəndə hər şey gün kimi aydın olur. Diqqətlə baxsaz bu hissədə əlavə bir materialın olduğunu görəcəksiniz. Bu xəta struck-through error adlanır. Yəni bu sent hazırlanan zaman, yuxarı və aşağı qəliblərin arasına planşet yerləşən zaman, planşetin üstünə səhvən skripka düşüb. Və elə təzyiqlə skripkanı planşetin üzərinə vuraraq bu cür qəribə dizayn ərsəyə gətirib. Belə xətalara kolleksiyaçılar böyük dəyər verirlər. Digər yandan başqa bir üstünlüyü onun MS62, yəni dövriyyədə olmamış 62 dərəcəsində sertifikatlaşdırılmasıdır. Bu sent martın 23-də $3416, bizim pulla təxminən 5800 manata satılıb. Növbəti sent isə nisbətən müasir 1999-cu ilin Lincoln sentidir. Bunun xətalı olduğu elə ilk baxışdan görünür. Bu double stroke foldover xətası adlanır. Yəni 2 dəfə döyülüb, ikinci döyülmədə sikkə qatlanıb və bu cür deformasiya ərsəyə gəlib. 99-cu ilin sentlərində əsas tərkib hissə sinkdir və üzü nazik mis qatı ilə cilalanır. Ona görə hər hansı kiçik təzyiq və ya sürtülmədən onun altındakı sink təbəqəsi dərhal üzə çıxır. MS63 dərəcəsində sertifikatlaşdırılmış bu xətalı sent $701, bizim pulla 1191 manata satılıb. Bu isə gözəl çalarlı 1930-cu ilin D işarəli Lincoln sentidir. D onun Denver zərbxanasında döyüldüyünə işarə edir. Onu digər sentlərdən fərqləndirən əsas cəhət bu cür mərkəzdən qaçmanın olmasıdır. Döyülmə zamanı ikinci döyülmədə sent saat 11 istiqamətində 5% mərkəzdən qaçıb. Off-center struck error adlanan bu xətalarda mərkəzdən qaçma nə qədər böyük olarsa, onun hərrac qiyməti də bir o qədər çox olur. Bu xətalı sent isə $561 satılıb.